Əziz və dəyərli qonaqlar, hər biriniz xoş gəlibsiniz, hər birinizi salamlayırıq. هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا. Göz aydınlığı veririk və sizləri təbrik edirik bugünkü gün münasibətilə. Əlbəttə, bu bizim müsəlmanlar üçün çox gözəl bayramlardan, çox gözəl günlərdən biridir. Bizim üçün ən əziz günlərdən biridir. İnşallah Allah Teala bizləri, burada olan və olmayan qardaşlarımızı, hər birimizi Əhl-i Beytin bu dünyada ziyarəti, ahirətdə şəfaəti nəsib eləsin. Ağa Hüccətül-İslam və Müslimin, Ağa Muhammed Baqir sahibləri ağadır, çox hörmətli və hər kəsin sevdiyi ağamızı inşallah istəyirəm dəvət eləyəm. Allah buyurur, mən sizə şah damarınızdan da yaxınam. Mən sizə özünüzdən yaxınam. Mən bilirəm sənin nə tələbatın var. Əgər Allah yadından çıxsa zindəcanlıqda, həyatında, yaşayışında, fikirləşməsən ki, Allah görür, özün də yadından çıxardasan. Daha özümün inkişafı, özümün aqibət bir xeyriliğun, özümün dirçəlişi yaddan çıxar. Ey dərdli ürəklərin ümidi yetiş, deyəcək sözləri var, sənə yaməhdir. Çox əməlsiz adım atmış, göç edib şah bu həyatdan. Əməli ilə yaşar insan, budur düzgün məsəl insan. Ey qulbi təravət, ey qulbi təravət, sitar-i vilayət, təşri viladətünlə eylə bizə inayət. Əbas Ali, qoy gözüm üstə qədəmin. Əbas Ali, qoza fətəhlə ələmin. Əbas Ali. Sen elin tanısan, Hüseyin'i aşasan, Kermen anılmazsan, ya evvel fetheder. Almışlar bağlarımızı, yüreğinden almışlar. Güzel məclisi qurduqları üçün Hazanlar qardaşımıza, Hacı Qurban qardaşımıza zəhmət çəkdilər, Əhl-i Beyt qrubuna və Məşədi Fuad qardaşımıza və xidmət göstərən dəyərli qardaşlarımıza, qızıl azı gənclərli salamətsizliyi ilə gözəl məclislərimizi qəbula uzalı sələvat zikr eləyək.